Salam hər bir vaxtınız xeyirli olsun. Demək belə bir ütünü təmirə gətiriblər, tok gəlmir. İndi orta nəticəni bir yerdə izləyək. Orada xərab olan qoruyucudur, termostatdır. Onlar da 1 manat, 1 manat 50 köpük belə tutur. Haradasa 2 manat 50 köpük eləyir. Söküb yığmaq çətin məsələdir. İndi orta nəticəni bir yerdə izləyək. Üzərində su var, bunu boşaldaq. Çətin açılan şurup bu idi, bunu da açdıq. Ön hissədə olan çox çətin açılır, ya qırılır, ya açılır. Zənn etdiyim kimi termostat yanıb, qoruyucu yanıb. Uzun əvəzinə belə bir qoruyucu qoyacaq, məhsulun üzərindən çıxandır. Əlavə satışda olanlarda biraz qüsur çox gördüm. Bu hissələri təmizləyək. Yeni termostat götürdük. Sistem quruldu. Termostat, qoruyucu, hər bir şey qoyuldu. Falqasını qoyduq. Miktaşlar 4 ədəd bu hissədən, 1 ədəd bu hissədə qoyduq. Şurupları bağladıq, keramik falqalarını da qoyduq. Şlanqı taxdıq, boğazın xamutunu taxdıq. Demək, termostat zaklint eləyib, spiral yanmasın deyə bu detal yanır. Ona görə də tok gəlmir. Hal-hazırda ampermetri qoşmuşuq. Gücün götürdü, işıq yanır, sönür. Su vurur. Par verir. Götürüp par verir. Bu qədər. Çox sağ olun. İzlədiyiniz üçün.